Mən Aysel Əlizadə 1998-ci ildə Bakı şəhərində anadan olmuşam. Deməli, özüm sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin məzunu olmuşam. Məktəblə paralel şəkildə 38 nömrəli musiqi məktəbində təhsilimi davam etdirmişəm. 2017-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasının Milli Vokal ixtisasına qəbul olmuşam. Hazırda Bakı Musiqi Akademiyasında magistram 1-ci kurs təhsilimi davam etdirirəm. 4 ildir ki, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində vokal üzrə dərnək rəhbəri kimi fəaliyyət göstərirəm. Musiqiyə kiçik yaşlarımdan marağım olub. Hələ o vaxt evdəkilər deyir ki, kiçik olarkən bağçada keçirilən tədbirlərdə filan aktiv iştirak eləmişəm. Ondan sonra da məktəbdə mən bildirdiyim kimi 38 nömrəli musiqi məktəbində təhsil alanda oxuduğum məktəbin bütün tədbirlərində fəal iştirak etmişəm və düşündüm ki, mən bu sahədə irəli getməliyəm. Sonra məktəbi bitirdikdən sonra artıq ali məktəbə qəbul olandan sonra daha da öz üzərimdə işləməyə başladım. Beynəlxalq müsabiqələrə qoşuldum. Özüm 10 Grand Prix mükafatçısıyam, beynəlxalq müsabiqələr laureatıyam. Dağın başından bir ince ses gelir, ses gelir. Musiqi mənim üçün hər bir şeydir. Belə deyərdim ki, mən musiqi ilə nəfəs alıram. Elə bir gün yoxdur ki, mən musiqi ilə ən azı 1 saat da olsa məşğul olmayım. İstər özüm tək olum, istərsə də şagirdlərimlə işlədiyim məqamlarda mən işimi zövq alaraq elə bilirəm ki, mən musiqi ilə yaşayıram. Yəni, musiqi mənim yaşama səbəbimdir. İlk böyük müsabiqə Türkiyədə mən 2-ci sinifdə oxuyanda məktəbdən qoşulmuşdum o müsabiqəyə. Türkiyədə keçirilən Gülən Çocuq Festivalı idi. Yəni, düzdür, uşaq olsam da o həyəcanı, o hissi mən dərk eləyirdim ki, mən belə deyim, ölkəmizi təmsil eləyirəm, burada birincilik qazanmalıyıq. Orada keçən hər bir an mənim üçün olduqca maraqlı idi. Konsertlərə gedirdik, müxtəlif gəzintilər təşkil olunurdu. Aysel xanımla bağlı onu deyərəm ki, o doğrudan da çalışqan qızdır. Qarşısına qoyduğu məqsədlərə çatmaq üçün bütün çətinliklərə dəf edə bilir, maneələri keçə bilir. Uşaqlıqdan musiqi sevər idi. Daha doğrusu, uşaq mahnılarını çox sevərdi. Bizi Ağabacı Rızayevanın və digər bəstəkarların uşaq mahnılarını biz evdə məşğul olurduq, çalırdıq. Həm də məktəbdə bizim də sinifdə oxuyub, musiqi məktəbində. Və onunla ilk tanışlığımız belə oldu ki, 2007-ci ildə mənim ilk dəfə Türkiyə səfərim oldu. Biz 13 nəfərlik heyətlə getmişik, 8 uşaq, 5 dənə müəllim. Və orada aprelin 19-undan 26-sına qədər hər il orada uşaq festivalı keçirilir, çocuk musiqi festivalı. Və bir həftə biz orada olduq, dövlət hesabına. Orada da uşaqlarla maraqlı olan konsertlər olurdu. Biz orada müsabiqələrə gedirdik. Sonra o gəmi səfərində mən də olmuşdum onlarla birlikdə. Oradan da çox maraqlı olurdu. Müxtəlif yerlərə, ekskursiyalara gedirdik. Ən maraqlısı da yadda qalan gəmi gəzintisi olmuşdu. 3 saat müddətində biz gəmidə gəzmişdik. Ən sevdiyim o andı orada. Hədəflərim odur ki, istəyirəm ki, qarşıma məqsəd qoymuşam ki, mənim solo konsertlərim olmalıdır və buna görə də dediyim kimi durmadan səylə çalışıram. Ən böyük məqsədim təhsilimi İtaliyada davam elətdirməkdir. Fəxri ada layiq görülmək istəyirəm, əməkdar artist və yaxud xalq artisti adına. İnanıram ki, bu da olacaq. O əzmkarlıq ki, məndə var, ona da nail olacam inşallah. İnsanlara onu demək istəyərdim ki, fiziki məhdudiyyətli insanlar, yəni biz də cəmiyyətin bir parçasıyıq. Heç də bizi sağlam cəmiyyətdən ayırmaq lazım deyil. Yenə dönə-dönə vurğulayıram ki, əsas insanın əqlində, düşüncələrində problem olmasın. Bir fiziki məhdudiyyət
heç bir insan üçün önə getməyə, cəmiyyətdə öz yerini tapmağa əngəl deyil. Düzgün yolu onda görürəm ki, hər hansısa fiziki məhdudiyyətli bir insan düşünməlidir ki, mən öz ayaqlarım üstündə dayanmalıyam gələcəkdə və hər kəsə sübut eləməliyəm ki, mən nəyə qadirəm. Bu fiziki məhdudiyyətdən utanmaq, çəkinib özünü cəmiyyətdən kənara qoymaq, bunlar heç də düzgün yanaşma deyil. Daha da mübarizə aparmaq lazımdır, əzmkar olub cəmiyyətə sübut eləmək lazımdır ki, biz fiziki məhdudiyyətli olsaq belə, biz sizin düşündüyünüz kimi deyilik. Biz çox şeylərə qadirik.